Uşaqların pulunu kəsib, indi bunların timsalında bir uşağa kamaz verir. Onun atasının zadı gördüm, o yaşayan evi zadı gördüm. İlham Əliyev elə belə evə getməz. Nə danışırsınız ha? İndi maraqlanacaqsınız o adamın, ya arvad o adamın, ya bayısı, ya əri, ya qardaşı, ya oğlanın nə bilim nəyi İlhamın yanında oturur. Yadınızdadır mı o Quba tərəfə getdi ha İlham Əliyev. Güya İlham küçədə gedir, təsadüfən bir qoca kişi qabağına çıxır. Yadınızdadırmı o kadrlar? Qoca kişi çıxır. İlham da onunla təsadüfən söhbət edir. İndi özünü Paşinyan'a oxşatmaq istəyir də. Bu xoş qeyrətdir, xoş qeyrət. Hər neysə, bugün enerjim çoxdur, kətə yiyib gəlmişəm. Kətə yiyib gəlmişəm. Enerji çox. Hələ birini yedim isti-isti, hələ indi pişir kətə. Buradan çıxıb dərhal özümü cumacam ora. Hə, deyil həmətənim, sözüm indi ondan getmir. Sən demə maraqlandılar, ortaya çıxdı ki, həmən o adam ömrü boyu cavan uşaq vaxtı ilə rayonda olubdur. Bütün hər zaman Bakıda, xaricdə istirahət eləyibdir. O qoca kişinin qardaşı İlhamın milyardlarını abarota buraxan, milyardlarının necə deyim, milyardlıq şirkətlərinin başında duran adamın qardaşıdır. Milyardlarla, 10 milyardlarla şirkətlərin başında duran adamın qardaşıdır. Bəziyiblər, etibar adam üçün gətirirlər ora İlhamla təsadüfən qabaqlaşacaq. Kişini də biraz məşq elətdiriblər. Qənimət Behzad hamısı açıqladı, onu ortaya qoydu. Bin biabırçılıq oldu. İlham Əliyev nədəndir? Bundandır, İlham Əliyev. Bundandır, İlham Əliyev. Yavaşca göstərəm, bundandır İlham Əliyev. Bundan.